Salam müəllimlər, sizə interaktiv test təqdim edirəm. Siz bunu cavablandırın, sonra mən bunun izahını paylaşacağam. Müəllim tədris ilinin əvvəlində şagirdlərə diaqnostik qiymətləndirmə aparır, təhlil edir və onlarla olacaq növbəti dərsinin planını qurur. Növbəti dərs sinifə yeni şagird gəlir və qurulmuş plana əsasən dərsdə iştirak edir. Bir neçə dərsdən sonra sinifə yeni gələn şagirdə nailiyyətin zəif olduğunu izləyən müəllim şagirdlə fərqli söhbət aparır. Müəllimin fəaliyyətini dəyərləndirin. A. Müəllim kurikulumun şagirdiyönümlü prinsipinə riayət edərək pedaqoji tələb olaraq şagirdin fəaliyyətini stimullaşdırır. B. Müəllim şəxsiyyət prinsipinə əməl edərək inkişaf yönümlü pedaqoji tələbini reallaşdırmaq üçün doğru prosedur addımlarını atır. C. Müəllim perspektiv planında nəzərə almadığı üçün şagirdlə fərdi söhbətlər təşkil edib, onun meyl, maraq, istedad və qabiliyyətini, təhsil tələbatını öyrənərək tələb yönümlü prinsipinə əməl edir. D. Müəllim dəstəkləyici mühiti təmin etmək üçün konstruktiv əlaqə yaradaraq şagirdi diaqnostik qiymətləndirir. Y. Müəllim şagirdlə diaqnostik qiymətləndirmə aparmadan əvvəlcədən qurulmuş planın tətbiqini reallaşdırdığı üçün şagird yönümlülük, nəticə yönümlülük prinsiplərini, inklüzivlik pedaqoji tələbini, vicdanlıq etik davranış qaydasını pozmuşdur.